Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve men istemseke bi sünnetihi ve etteba'a hudah ila yevmiddin. Ən birinci salamlayıram hər birinizi Allahın salamı ilə, sonra hər birimizi dəvət edirəm kitab və sünnəyə, hansı ki hər ikisi insanların xeyri üçün Allah tərəfindən nazil olmuş vəhidir. Allah Teala kitabını nazil eləyib və həmçinin sünnəni nazil eləyib vəhiy olaraq öz qatından. Və kim tabedirsə bu iki xeyirli məslərə, təbii ki o xeyr əhlindəndir. Və kim müxalifdirsə o zaman ziyan və zərər içindədir. Və sonra bil ki Allah Resulü sallallahu aleyhi və səlləmin bu dinin təbliğində, bu dinin yayılmasında, bu dinin izahında böyük rolu var. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın kitabının təbliğatçısıydı. Ən birinci təbliğat bu kitabı Peyğəmbər sallallahu aleyhi və səlləm eləyib. Və biz istəyirik bugün toxunaq o məsələyə ki, Quran sünnəsiz olmur. Çünki kim yanaşsa Qurana təksə, o zəlalət içindədir. Və həqiqətən də bugün çox ehtiyac var bu mövzuya. Yəni, Quran tək bizə bəs deyil. Mütləq və mütləq izah və şərh lazımdır. Bəyan və izah lazımdır. Əgər bəyan və izah yoxdursa, o zaman hər kəs istədiyi kimi başa düşəcək. Və biz Allahın kitabına baxsaq, həqiqətən də orada Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinin, yolunun, Peyğəmbər sallallahu aleyhi və səlləmin izahının mütləq və vacib olduğunu görürük. Və görürük ki, Quran tək olaraq hər şeyi izah eləməyə, hər şeyi bəyan eləməyə və hər şeyi təfsilatı ilə insanlara çatdırmağa yetmir. Və mütləq onu izah edən birisi lazım. Ən birinci, Peyğəmbər sallallahu aleyhi və səlləmə Quranın nazil olması, Quranın insana, yəni insanlar içərisindən seçilmiş bir insana nazil olması onu göstərir ki, bu kitab izaha ehtiyaclı kitabdır. Niyə? Çünki Allah Teala əgər bu kitaba insanların birbaşa başa düşülməsi, birbaşa insanların bu kitaba müdaxilə edib başa düşməsini və insanların ehtiyacı yoxdur kimsə onlara izah etməsini, başa salmasını, əgər belə bir şəriət bizə nazil etsəydi, onda kitabı nazil edərdi və deyərdi ki, oxuyun. Mələk vasitəsilə. Və bu daha ağılla daha ecazkar olardı. Yəni, mələk göydən kitabı gətirərdi. Və Allah Teala buna qadir idi. İnsanlardan içərimizdən birinə Muhammed sallallahu aleyhi və səlləmə nazil olması bu dəlildir ki, o kitab izah olunmağı üçün insanlar içərisindən bir insan lazımdır. Aydındır? Yoxsa Allah Teala kitabı nazil edərdi və insanlara deyərdi ki, oxuyun. Kim necə istəyir, elə oxusun. Ona görə sünnəyə ehtiyac var. Və o kəslər ki, onlar özlərini Quranilər adlandırırlar. Yəni, biz ancaq Qurana tabi oluruq, Qurandan başqa heç nə götürmürük. Birinci, bu ad batildir və ad onların özlərinə ziddir. Əsl Quranilər bizik. Çünki Qurana tabiçilik, Peyğəmbərə tabiçilikdən danışır. Ati'ullah və ati'ur Rasul. Allaha və onun Rasuluna tabi olun. Allaha və onun Rasuluna.
Allaha tabi olmaq onun kitabına, Rasuluna tabi olmaq, onun sünnətinə tabi olmaqdır. Əgər biri desə ki, yox, Allaha tabi olun və Rasuluna, yəni yenə Allaha tabi olun. Yəni Allaha və Allaha tabi olun. Kitaba, yəni Allah Resulü sallallahu aleyhi və səlləmə nazil olmuş kitaba izaha ehtiyac yoxdur. Hər kəs necə istəyir elə başa düşsün. Ona görə ərəb dili alimləri icma ediblər ki, yəni lüğət alimləri icma ediblər ki, vav Allaha və Rasuluna bu ayrıcıdır. Yəni əgər bunlar deyirlərsə Allah və Rasuluna, kitaba və hikmətə eyni şeydirsə, onda kitaba və kitaba tabi olun. Yəni Quran-ı Kərimdə belə bir uslub yoxdur. Həmçinin ərəb dili lüğətində belə uslub yoxdur. Onlar sünnəni inkar eləmək üçün deyirlər ki, orada vav və Allaha və Rasuluna, yəni Allaha və Allaha, kitaba və kitaba. Rasul elə kitabdır, kitab elə Rasuldur. Aydındır? Və onlara sual veririk. Quranın Allah Teala tərəfindən nazil olmasını necə bildiniz? Əgər siz vəhyə dönmürsünüzsə, yəni sünnəyə, Quranın Allah tərəfindən nazil olduğunu Muhammed sallallahu aleyhi və səlləmin üzərinə. Çünki sən Quran-ı Kərimi sənədlə sahabələr, tabeinlər onlardan sonra gələnlərə ötürdülər. Və sən bununla bildin ki, Allah kitabını Muhammedin üzərinə nazil edib. Və sən bunu qəbul eləmirsən. Deyirsən ki, sünnə bizə lazım deyil. Quran bizə bəsdir. Quran sənə necə bəsdir və sən necə bildin ki, Quran nazil olub? Hardan bildin? Yəni, heç bir məslərə dönmədən. Yəni, birdən ayə gətirər. Yox, sən hardan bildin o ayə nazil olub? Yəni, sən o ayənin nazil olmasını ancaq sünnə ilə bilə bilərsən. Aydındır, sünnəsiz bilə bilmərsən Quran nazil olub. Və biz buna çoxlu dəlillər gətirəcəyik Quran-ı Kərimdən. Aydındır, biz buna Quran-ı Kərimdən çoxlu dəlillər gətirəcəyik. Əgər insan deyirsə ki, Quran nazil olub və siz Quran-ı Kərimi sünnəsiz başa düşün, hədissiz başa düşün, peyğəmbərsiz başa düşün. Aydındır? Və insanlar müxtəlifdir. Özünüz də bilirsiniz ki, insanlar müxtəlifdir, ağılları, örfləri, adətləri hərə bir cürdür. Kimin başa düşməyi ilə düşək Quranı başa? Yəni, kimin anlayışı ilə Quranı başa düşək? Əgər insanlar ixtilaf eləsələr Quranda, dönüş məsdəri haradır? Aydındır? Əgər Quranda ixtilaf eləsələr, dönüş məsdəri haradır? Yox, adam desə ki, əgər mənim izahıma dönün, yəni mən izah edeyim sizə, o zaman İbn Abbas səndən xeyirlidir. İbn Məsud səndən xeyirlidir. Allah Resulü sallallahu aleyhi və səlləm onlardan əvvəl səndən xeyirlidir. Yəni, onların izahının bizə xeyri, sənin indi bizə etdiyin izahdan xeyirlidir. Əgər sən Quranın izahını bağlamısansa, insanların fəhminə, insanların anlayışına, o zaman ixtilaf zamanı dönüş yeri haradır. Yəni, məsələn, tutaq ki, bir məsələdə ixtilaf olur. Dönüş yeri haradır? Çünki alimlər deyir ki, Allah Teala insanların ağıllarını surətləri kimi yaradıb. Yəni, hamı da müxtəlifdir. Oxşar var, amma yəni, həməni yoxdur. Yəni, birə-bir oxşayanı yoxdur. Allah Teala bu ağılları cəm eləyib kitabda, Quran-ı Kərimdə.
Yəni deyib ki, kim istəyirsə düzü, səhvi bilməyə bu kitaba dönsün. Birdən ixtilaf olsa, dönsün Rasuluna. Yəni o izah eləsin. Düz başa düşmüsən bunu, sən başa düşmüsən bunu. Aydındır? Allah Teala buyurur ki, فَاِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ Əgər bir şeydə ixtilaf eləsəniz, yəni bir şeydə aranızda mübahisə düşsə, فَرُدُّوهُ إِلَى اللّٰهِ Onu Allah'a qaytarın. فَرُدُّوهُ إِلَى اللّٰهِ وَالرَّسُولِ Və onu Rasula qaytarın. Allah'a qaytarın, yəni kitabına. Bəs Rasula qaytarın, deyir yenə kitabına. Yəni Allah deyir ki, bir şeydə ixtilaf etsəniz, onu Allah'a qaytarın, Allah'a qaytarın. Və dedi ki, ərəb dilinin alimlərinin icması ilə qeyri-ixtilafsız. Vavul müğayəradır. Yəni, özündən qabaq zikr olunmuş şeyin qeyrisi. Yəni, Allah və Rasulü. Rasul Allah deyil. Allaha və Rasuluna qaytarın. Allaha qaytardıq kitabında. Bəs Rasuluna. Çünki əgər vav gəldisə bir şeydən sonra, deməli o ona aid deyil. O ayrı şeydir, bu ayrı şeydir. Allaha tabi olun və Rasuluna. Əgər bir şeydə ixtilaf eləsəniz, əgər bir ayədə ixtilaf eləsələr olar. O ixtilafı necə çözürlər? Quran-ı Kərimlə. Aydındır, mütləq və mütləq Allah Resulü sallallahu aleyhi və səlləmin səhih sünnəsinə dönmək lazımdır ki, məsələni çözəsən. Əks halda alınmayacaq. Allah Teala Quran-ı Kərimdə buyurur. Fəsəlu əhlə zikri in kuntum la ta'lamun. Bilmədiklərinizi bilənlərdən soruşun. Bilmədiklərinizi bilənlərdən soruşun. Peyğəmbər sallallahu aleyhi və səlləmə Quran nazil olduğu zaman o bilənlər kim idi? Yəni Allah Resulü sallallahu aleyhi və səlləmə Quran nazil olurdu. Və məsələlər işğal qalırdı. Bəziləri anlayırdı, bəziləri anlamırdı, bəziləri aydındır. Allah Teala buyurur ki, bilmədiklərinizi bilənlərdən soruşun. Kimdir bilənlər? Yəni sənsənmi? Yoxsa o bilənlər kimdir? İn kuntum la ta'lamun. Əgər bilməsəz, bilmədiklərinizi bilənlərdən. Alimlərə Allah Teala yönəldib insanları. Əgər alimlərə yönəldmək varsa, deməli izaha ehtiyac var. Yəni Allah Teala izaha yönəldib insanları, şərhə və bəyana yönəldib insanları. Aydındır? Şərhə bəyana yönəldibsə insanları, Quran kimlərə nazil olub? Allah Rasuluna xas və onun dövründə yaşayan sahabilər isə o vəhyin nazil olmağını görüblər. Və o ayələr hansı münasibətdə, nə üçün və necə nazil olduğunu biliblər. Onların o ayələr nə üçün və necə nazil olmalarını bizə izah eləmələri sənin bizə izah eləməyindən daha mötəbərdir. Çünki onlar o vəhyin nazil olmasının şahidləridirlər. Yox, əgər sənə görə yoxdursa elm adamları, hansı ki Allah yönəldib ki, bilmədiklərinizi zikr əhlindən, elm əhlindən soruşun, o zaman sən Allahın ayətini təkzib edirsən. Quran-ı Kərim ərəb dilində nazil olub. Bu dil ərəbcə nazil olub. Bu Quran ərəbcə nazil olub. Allah Teala bunu ərəbcə nazil edib. Əgər sən Allahın kəlamını oxuyursansa, ey filan kəs, sən Allahın kəlamını oxuyursansa və orada bir söz və ya bir şey, bir məsələ sənə işğal qaldısa, sənə çətin gəldisə, sən onu nə edirsən? Mütləq lüğətə baxırsan. Deməli, sənin özünün izah eləmək üçün Quranı lüğətə ehtiyacın var. Aydındır? Lüğəti də kimsə yazıb. Aydındır? Sən Quranı Quranla izah eləyə bilmirsən. Misal. Və izah eləyə biləməyəcəyin Quranda hansı ki ləfslər, sözlər eynidir, mənalar isə ayrı-ayrıdır. Sən lüğətə getsən o mənanı tapmayacaqsan.
Məsələn, Allah Teala buyurur ki: "Va'budi rabbaka hatta yatiyakal yaqin." Sənə yəqinlik gələnə qədər Rəbbinə ibadət elə. Sənə yəqinlik gələnə qədər yəqin sözü. Allah Teala İsa barədə isə Nəsranilərə deyir ki: "Mə qataluhu yaqinən." Yəqinliklə onu öldürmədilər. Yəni onu nə çarmıxa çəkmədilər, nə də yəqin ki öldürmədilər. Allah onu qaldırdı öz qatına. Burada yəqinlik və burada yəqinlik. Get lüğətə bax, yəqinlik sözünün mənası nədir? Yəqinlik nədir ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmə gəlib və o vaxta qədər ibadət eləyib. Va'bud rabbaka, Rəbbivə ibadət elə, həttə yətiyəkəl yəqin. Sənə yəqinlik gələnə qədər. İbn Abbas deyir ölüm. Şərh eləyir İbn Abbas. Deyir yəqinlik yəni mevt. Bu bunun dini izahıdır. Lüğəti yox. Aydındır? Allah deyir ki: "Və mə qataluhu yaqinən." Yəqinliklə onu öldürmədilər. Yəni tam dəqiq. Heç bir şək yoxdur. Sən lüğətlə həll eləyə bilməzsən Quran-ı Kərimi. Şərh eləyə bilməyəcəksən. Əgər lüğətə qayıtsan, ərəb dilinə. Hansı ki, ərəb dili özündə belə ixtilaflarla doludur. Kufəllərin məzhəbi var lüğətdə, Basralların məzhəbi var və bəzən Sibavey böyük alimlərdən olub lüğət. O infirad eləyib, bəzi məsələlərdə öz fikri olub, müstəqil, alim olub. Aydındır? Hansının izahı ilə izah eləyək Quranı? Hansının aydındır, verdiyi məna ilə. Və ya bir sözün 5 dənə mənası var. Hansıdır burada? Burada hansıdır? Orada hansıdır? Aydındır? Sən mütləq və mütləq izah eləmək üçün dönməlisən Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə ki, izah eləyə biləsən. Əks bir halda izah eləyə bilməyəcəksən. Allah Teala Quran-ı Kərimdə buyurur: "Və ənzəlnə ileykə zikr." Biz sənə zikri nazil etdik. "Litubeyyinə linnəsi mə nuzzilə ileyhim." Onlara nazil olanı izah eləyəsən. Allah Teala deyir ki, biz sənə zikr nazil etdik. Bir şey nazil olub. Sənə zikr nazil etdik ki, sənə nazil olanı izah eləyəsən. 2 dənə şey nazil olub. Allah deyir 2 dənə şey nazil etdik. Biz sənə zikri nazil etdik ki, sənə nazil olanı bəyan eləyəsən. Allah Rasuluna nazil olan nədir? Quran. Deyir biz sənə zikri nazil etdik ki, sən nazil olanı bəyan eləyəsən. Aydındır? Bir nazil olan Qurandır. O birisi isə sünnədir və hikmətdir. Hansı ki Peyğəmbər sallallahu aleyhi ve sellem eləyib. Allah Teala Quran-ı Kərimdə buyurur. Allah Teala buyurur ki: "Və izə qara'nahu fəttəbi' Qur'ana." Əgər Quranı sənə oxuduğumuz zaman, yəni Cəbrail sənə oxuduğu zaman, sən Qurana qulaq as. "Thumma inna aleyna bayana." Bəyanını sonra eləyəcəyik. Deməli, Quranın tilavəti başqa bir şeydir. Onun bəyanı bir başqa bir şeydir. "Və la tuharrik bihi lisanaka lita'cala bih." Dilini tələsdirib o Quranı oxuma. Allah Resulü sallallahu aleyhi ve sellem Cəbrail oxuyanda unutmaq qorxusu ilə tez-tez deyirdi ki, yadında qalsın. Allah da dedi ki, dilini tərpədib tələsmə. Biz sənin qəlbində onu cəm eləyəcəyik. Onun bəyanı da bizə ait. "Thumma inna aleyna bayana." Sonra və thumma sözü sonra, yəni hadisədən sonraki məsələdən danışır. Yəni ayə nazil oldu, bəyanını getdi Peyğəmbər eləməyə. Harda? Necə elədi? Aydındır? Ona görə Quran-ı Kərimin Peyğəmbər sallallahu aleyhi və səlləmə bir kitab kimi nazil olması və Peyğəmbər sallallahu aleyhi və səlləmin mücərrəd bunu oxuyub heç bir bəyan eləməməsi, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin sanki bir maket kimi təsvir eləməkdir, yəni heç nə. Sadəcə nazil olub, o da gəlib danışıb gedib.
Mənalarını deməyib. Mənaları qalıb kimlərəsə. Bəyan eləməyib mənasını. Kimlərəsə qalıb. Allah deyir ki, وَاَنْزَلْنَا اِلَيْكَ الذِّكْرَ Biz sənə zikri nazil etdik ki, sənə zikr nazil etdik ki, لِتُبَيِّنَ Bəyan eləyəsən. Bəyan yəni izah deməkdir, qardaşlar. İzah eləyəsən. مَا نُزِّلَ اِلَيْهِمْ Nə onların üzərə nazil olub, sən onları bəyan eləyəsən. Peyğəmbər sallallahu aleyhi və səlləm bəyan edib bəzi şeyləri. Və o bəzi şeylərdən bəzilərini gətirək. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Xuz min amvalihim sadaqa." Onların malından sədaqə götür. Nə qədər götür? Xuz min amvalihim sadaqa. Nə qədər götür? Məsələn, biri ticarətçidir. Nə qədər götürək onun malından? Desə ki, nə qədər götürürsən götür. Sual verəcəyik. Quran hədd qoyubmu? Nə qədər? Allah Teala buyurur Məaric surəsində. وَالَّذ۪ينَ ف۪ي اَنْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ Onların mallarında məlum olan bir hak var. لِسَّائِلِ وَالْمَحْرُومِ İstəyənə və kasıba. Məlum olan bir hak var. Nədir o məlum olan hak Quranda? Allah deyir ki, وَفِي اَنْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ Onların mallarında məlum bir hak var. Onu kasıblara verməlidirlər. O hak nə? Allah deyir, haqqun məlum. Məlum haqdır. Bilinən haqdır. Nə qədər götürmək lazımdır. O məlum hardadır Quranda? Əgər sünnəsiz götürürsənsə, Allah deyir ki, onların mallarında məlum olan bir hak var. Məlum olan hak. Haqqun məlum. Lis-sâili vel-məhrum. İstəyənə və məhrum olana, yəni kasıba. Haqqun məlum. Məlum haqdır. Hardadır o Quranda o məlum haqq? Və kimdə nə qədərdir? Sən sünnəyə dönməsən, bu məlum olan haqq sənin üçün məchul qalacaq. Çünki sən sünnədən biləcəksən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nəyin nə qədər zəkatı olmasını və nədən nə qədər çıxardılmasını bəyan edib. Yoxsa sən bilməyəsən, sənin malında məlum olan haqq nədir ki, o kasıblara və ehtiyaclılara verilməlidir. Həmçinin Allah Teala Quran-ı Kərimi insanların ağıllarına və təkcə lüğətə buraxmayıb. Məsələn, lüğətlə, ərəb dil lüğəti ilə götürsə, çünki onlar deyir ki, lüğətlə başa düşmüyorlar Quranı. Google Translation məsələn. Allah Teala buyurur, Əhəllallahul bey'ə və harramər ribə. Allah bey'ə, alış-verişi halal etdi və harramər ribə. Riba əlavə deməkdir. Ribanı isə haram elədi. Əlavəni haram elədi. Əlavə nədir? Sən heç bir lüğət kitabında gedib ribanı şəriət izahında tapa bilməyəsən. Məsələn, riba nədir? Malımın ribaya düşdüyü ticarət növü nədir? Malımın ribaya düşməyən ticarət növü hansıdır? Allah deyir ki, Əhəllallahul bey'ə və harramər ribə. Allah bey'i, ticarəti halal etdi və əlavəni haram etdi. Əlavəni haram edib Allah. Onda 5'ə aldın, 5'ə sat. 6'ya satsan əlavədir. Haram edib Allah. Əhəllallahul bey'ə və harramər ribə. Allah ribanı, əlavəni haram edib. Sən ribanı tapacaqsan lüğətdə. Əlavə, ziyadə, artıq tapacaqsan. Amma onun şəri tapa bilməyəcəksən. Lüğətlə tapa bilməyəcəksən. Mütləq dönməlisən Peyğəmbər sallallahu aleyhi və səlləmə. Və sən dönməsən, gərək 5'ə alıb 5'ə satasan. Bankrot yəni. Aydın da, somsa gelip pulunu çıxar. Ona görə sünnə Quran-ı Kərimə izahdır. Quran-ı Kərimi şərhdir.
Quran-ı Kərim sənin əlivə 14 əsrdə belə gəlib düşmüb ki, kitab kimi. O əllərdən əllərə keçib. Necə sünnə əllərdən əllərə keçib. Eyni əllər Quranı nəql edib, necə eyni əllər Quranın kitabı sünnəni nəql edib. Eyni dillərdir, eyni əllərdir. Aydındır, İbn Abbas eşidib Peyğəmbər sallallahu aleyhi ve sellem'ə oxuyub. Tələbəsi ondan İkrimə eşidib və yaxud da Ata və ya Tavus və ya Mücahid başqa tələbələri eşidiblər, oxuyublar. Olan tələbələri eşidiblər, oxuyublar. Olan ki eşidiblər. Belə gəlib. Biz Quran-ı Kərimin bizə gəlib çatma usulunu tilavətən, oxunuş formasında, həmçinin yazı şəklində necə sahabələrdən qəbul edirik, eləcə də anlayışın da onlardan qəbul edirik. Öyle çıxır ki, onlar anlamayıblar. Sadəcə olaraq robot olublar. Deyiblər, Elhamdülillahi Rabbil Alemin, Errahmanirrahim, Maliki Yevmiddin. Başa düşməyiblər. İzah da verməyiblər. Və mallarının miqdarı nə qədərdir bilməyiblər. İzah verməyiblər. Yəni, haqqun ma'lum və fi envalihim haqqun ma'lum. Mallarında məlum olan haqq var. Lis-sa'ili vel məhrum, istəyənə və məhrum olmuşda, yəni imkanı olmayana haqqun məlum yoxdur. Onlar biliblər, sünnəyə qayıdıblar, öyrəniblər Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Allah Teala Quran-ı Kərimin tilavətindən danışdığı kimi, həmçinin sünnənin tilavətindən danışıb Quranda. Sünnədə tilavət olunub. Allah Teala Quran-ı Kərimdə Əhzab surəsində buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin zövcələrinə deyir, evinizdə Allahın ayətlərini oxuyun və hikməti oxuyun. Deməli, Allahın ayətləri və sünnə danışılırdı yəni Peyğəmbərin evində. Sünnə danışılırdı və oxunurdu. Aydındır, deyilirdi. Evinizdə Allahın ayətlərini və hikməti oxuyun. Dedi ki, Allahın ayətlərini, hikməti, yəni hikmət deyən Allahın ayətlərini oxuyun. Məna odur. Aydındır. Ona görə biz fikir versək bu fikrə, bu ağla, İslamı yerindən dağıtmaq üçündür. Və bunlar o məzhəbə, o fikrə qulluq edirlər. Aydındır. Ona görə sünnə, Quranın izahı, Quranın şərhidir, lüğət yox. Aydındır, lüğət yox. Buna çoxlu misallar çəkmiyorlar. Namazlar, cənazə namazı və s. olaraq. Lakin mən əsas yerlərə toxunum. Allah Teala Quran-ı Kərimdə ayətləri oxumağına, ayətləri öyrətməyi, aydındır, ayırıb. Məsələn, Allah Teala buyurur ki, o deyir, o sizin içinizdən sizə Rasul göndərdi. Yetlu aleykum ayatihi. Sizə ayətləri oxuyur və yuallimukum və öyrədir. Kitabə vəl hikmə, kitabı və hikməti. O sizə Allahın ayətlərini oxuyur. Oxudu. Oxumağını hamı eşitdi. Amma öyrətmək lazımdır. Nənədir. Və ən mühüm, hansı ki bu ayə, indi oxuyacağım ayə Bəqərə surəsində, bu ayəni lüğətlə götürsək, biabırçılıqdır. Allah Teala buyurur ki, yəsəlunəkə anil məhid. Səndən heyz barədə soruşurlar. Yəni qadınların aylıq halından. Allah deyir ki, fə'təzilun nisəə fil məhid. Qadınlar heyz olanda onlardan uzaqdır. Lüğətlə i'təzələ feili uzaqlaşmaq deməkdir. Fə'təzilun nisəə fil məhid. Heyz olanda qadınlardan uzaq olun. Ərəb dilində i'tizəl feili, i'təzələ feili yaxınlıq eləmək mənasında deyil.
Uzaqlaşmasa, Mötəzillər o addan gəlib. Həsən Əl-Basrinin məclisindən uzaqlaşanda dedilər, İ'təzəlu. Uzaqlaşdılar, adları qaldı Mü'təzilə. Uzaqlaşanlar. Onlara görə gərək qadın heyz oldu, çıxasın evdən. وَاَعْتَزِلُوا النِّسَا فِي الْمَحِيدِ. Allah deyir, qadınlar heyz olanda uzaqlaşın onlardan. İndi metri tapsınlar nə qədər? Neçə metr uzaq duraq? Allah qadını da, qardaşlar, qadını da şey deyib, ha, qadın, ata, ana, bacı, yoldaş, qızın, gərək hamısında vaxtın biləsən bunlara görə. Çünki Allah deyir ki, fəət əmirdir. فَاَعْتَزِلُوا النِّسَا فِي الْمَحِيدِ. Qadınlar heyz olanda uzaqlaşın onlardan. Onlara yaxınlaşmayın. Hətta təmizlənənə qədər. Gərək bir həftə gəlməsin. İndi təsəvvür ki, evdə də 3-4 dənə qadın varsa, hərəsi bir vaxt düşsə, aylar gərək gəlməsin o evə. Yəni, hərəsində bir həftə ara olsa, bu həftə bunda bitəcək, o birisində başlayacaq, o birisində sən gələ evə girməyəsən. Çünki Allah deyir ki, fəətəcəlun nisə. Sən lüğət kitabında İ'tizəl feilini uzaqlaşmaq, cimə, yaxınlıq mənasını tapa bilmərsən. Çünki o başqa feildir, bu başqa feildir, bu başqa mənadır, o başqa mənadır. Aydındır? Nə deməkdir burada qadınlara yaxınlaşmayın heyz vaxtı? Yəni, yaxınlıq eləməyin. Aydındır? Hardan bilirik? Peyğəmbər sallallahu aleyhi ve sellem. Yəni, o necə yaxınlaşmalıdır? Peyğəmbər elədi. Necə uzaqlaşmalıdır? Peyğəmbər elədi. Ayşə anamız dedi ki, radiyallahu anhə, biz aylıq olanda Peyğəmbər bizim yanımıza gələrdi, bizə toxunardı, belə. Lakin şey eləməzdi. Yəni, hansı ki, o cimadır, yaxınlıqdır. Aydındır? Ona görə sən lüğətlə izah eləyəməyəsən Qur'ana. Ağlınla izah eləyəməyəsən, eləyəsənsə də sənin ağlını deyinirəm. İbn Abbas səndən yaxşıdır. İbn Məsud səndən yaxşıdır. Onlar daha gözəl bir ərəbcəni. Sən heç Quran oxuya bilmirsən. Quranı düzgün oxuya bilmirsən. Nəyin ki, onu başa düşəsən. Aydındır? Belə desə, yox, əgər demirsən ki, Quran qalsın insanların ağlına, hamı oxusun, necə başa düşsün. Allah təala buyurur ki, bilmədiklərinizi bilənlərdən soruşun. Yönəldib Allah bizi elm adamlarına, bilənlərə. Aydındır? Təbii ki, məsələ əslində genişdir. Mən istəyirəm bir neçə dərs eləyəm bunu, bir neçə dərs inşallah bu məsələ izah eləyəm. Belə başladıq ki, sünnə lazımdır. Quran möhtacdır izahda sünnəyə. Aydındır? Və inşallah gələn dərsdə inşallah danışacağıq ki, yəqin ki, belə mövzu olacaq və bunun ətrafında Peyğəmbər sallallahu aleyhi ve sellem'in hədisləri yazılırdı, necə Quran yazılır. Yəni, bəziləri deyir ki, Quran sünnə yazılıb Peyğəmbər sallallahu aleyhi ve sellem'den 100 il sonra. Amma biz sübut eləyəcəyik ki, inşallah Quran yazılırdı və sünnədə yazılırdı. Aydındır? Allah kömək olsun. Kim bu barədə, bu mövzu barədə sual vermək istə verə bilər. Allah razı olsun. Verə bilərəm Osman. Ver. Osman, danışdığımız bu məlum toplum hansı ki, hədisləri inkar eləyir Bəli. və deyir, Quranı birbaşa özümüz başa düşməliyik. Bunlar bəzi hallarda, misal üçün, Musa aleyhissalamın dövründə olan hadisələrdə və yaxud da Muhammed sallallahu aleyhi ve sellem dövründə olan hadisələrdə qaydırlar özlərinin dilindən ensiklopediyaya. Və deyir ki, biz ancaq onların, yəni o vaxtdakı insanlar kimi başa düşə bilərik də, o vaxtın, belə deyim, ensiklopediyasına qayıdır. Hədisi qəbul eləmir, ancaq ensiklopediyaya qayıdır. Buna münasibətiniz necədir? Təbii ki, bəzən elə şeylər olur ki, onu izah eləməyə ehtiyac yoxdur. Yəni, aydındır. Yəni, ensiklopediya qayıdırsan, sünnəyə yox. Rafizilər, onlar sahabələri vurmaq üçün sünnəni inkar edilər. Sahabələrin aradan gedməsi üçün sünnəni vurmaq lazımdır. Çünki sən Əbu Hureyranı vurmalısan ki, aydındır, hədisləri də vurasan. Və Əbu Hureyradan gələn hədisləri vurmalısan ki, Əbu Hureyranı vurasan. Sən kitablarında tapa bilərsən ki, onların
İmam Buxarinin, Müslimin, İmam Malikin rəvayət etdiyi hədisləri rəvayət ediblər, raviləri yazmadan. Bilirsiniz niyə? Çünki raviləri açsan, aydındır, raviləri açsan, Əhl-i Sünnənin gətirdiyi sənəd çıxır ortalığa. Yəni, raviləri götürüb, sünnəni atıb, nədə orada axırda Abu Hüreyrə çıxacaq ona görə. Amma məsəl üçün, nəfsinə uyğun gəlsə, Abu Hüreyrədən rəvayət edəcək. Abu Hüreyrənin rəvayətini yazacaq. Və yaxud da başqa firqələr. Nə uyğun gəlir, götürürlər, nə uyğun gəlmir, götürmürlər. Aydındır? Bu onların halıdır. Nəinki onu, lüğətə dönürlər. Ərəb dilinə deyil, ərəb dilinə birinci ərəb dilini bilmir. İkinci də ki, ərəb dilinə necə dönürsən? Məsələn, necə dönürsən? Məsələn, ayələr var, bayaq zikr elədik. Necə dönürsən, necə tapırsan onu? Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnətini istəmirsən, dönürsən lüğətə. Necə, məsəl üçün, lüğətdə fə'təzilun nisə, qadınlardan uzaqlaşın. Hansı ensiklopediyada bu tapacaqsan olsan? Ki, o nə deməkdir və nə vaxtı təmizlənir, necə. Və sən necə biləcəksən ki, Allah Teala Quran-ı Kərimdə buyurur ki, Allah o qadının səsini eşitdi ki, gəldi sənə yoldaşından şikayət elədi. Kim idi o qadın? Nə şikayət eləmişdi? Aydındır. Allah deyir ki, innəhu fəkkərə və qaddar. O düşündü və imanın gedişdirdi, iman eləmədi. O kim idi? Fəqutilə keyfə qaddar. Ölsün onu, necə gedişdirdi imanı? Sonra ayədə deyir ki, sən uslihi səqar. Biz onu oda atacaq. Kimdir o? Ver Qurandan kimdir o? Deyirsən ki, o Valid ibn Muğiradır, yox, sünnədir gəlib. Aydındır. Peyğəmbər sallallahu aleyhi və səlləmə ayə nazil oldu. Namaz qıl, əqim salə. Namaz qıl. Necə namaz qıl? Təbii ki, tətbiq oldu da burada, tətbiq oldu. Tətbiq elədi bunu, necə tətbiq elədi? Məsələn. Və bir məsələ unutmuşdum, onu inşallah zikr eləyəcəm. Sünnənin vəhy olmasına dəlillərdən biri. Hansı ki, bu dərsdə yaddan çıxdı, eyb etməz. Allah Teala buyurur ki, qad nara təqalluba vəcihikə fissəmə. Biz sənin üzvü səmaya çevirdiyi görürük. Fələnuvəlliyənnəkə qiblətən tərdahə. Səni ürəyimin istəyib, razı qaldığın qibləyə tərəf yönəldəcəyik. Fəvəlli vəcihəkə şətral məscidil haram. Üzvüzü məscid harama çevirin. Peyğəmbər sallallahu aleyhi və səlləm bundan qabaq hara namaz qılırdı. Qüdsə biz hədislə bilirik. Quranla. Hara namaz qılırdı? 1 il 6 ay. Deməli, Peyğəmbər s.ə.v 1 il 6 ay qibləsi olub vəhiy ilə, sünnə ilə, Quranda yoxdur. Müsəlmanların 1 il 6 ay qıldıqları namaz vəhiy ilə olub və qiblə də olub. Elə deyil. Şatral məscidil haram, məscid haram Quranla bilirik. Düzdür? Ondan qabaq da 1 il 6 ay qılıblar hara? Biz Qüds deyirik, biz hədisləri qəbul edirik. Miskinlər nə deyir? Yəni, onlar nə deyir? Desələr Qüdsə harada yazılıb? Quran-ı Kərimdə harada dəlil var ki, Qüdsə namaz qıl? Deməli, Peyğəmbər s.ə.v namazı vəhiy ilə qılıb, qardaşlar. Yəni, Peyğəmbər s.ə.v üzün hara gəldi çevirməyib. Vəhiy ilə qılıb. Deməli, vəhiy ilə Peyğəmbərə 1 il 6 ay qiblə göstərilib. Quranda da yoxdur, sünnədə gəlir. Deməli, sünnə vəhidir. Vəhidir. وَمَا يَنْتِقُ عَنِ الْهَوَى. O havadan danışmır. İn huvə illə vəhiyyun yuhə. Bu ayə, təbii ki, mən bunları demək istəmirdim çox ayələri falan. Allah için eyb etməz, məcəl asılırsa. Allah deyir ki, وَمَا يَنْتِقُ عَنِ الْهَوَى. O havadan danışmır. İn huvə illə vəhiyyun yuhə. O ancaq vəhiy danışır. Peyğəmbər s.ə.v ancaq Quran danışır. Yoxsa belə danışıb da. Danışıb. وَمَا يَنْتِقُ عَنِ الْهَوَى. Heç nə danışmır vəhiydən başqa. Öz havasından heç nə danışmır vəhiydən başqa.
Peyğəmbər salsan təkcə Quran danışır. Aydındır. Əgər təkcə Quran danışıbsa, onda bəzi məsələlər şəriətdə qaldı qaranlıq. Məsələn, cənazə namazı. Allah deyir ki, onların cənazəsinin üstündə namaz qılmır. Cənazə necə qılacaq? Deməli, qılıb da. Aydındır, necə qılacaq? Başqa namazda necə ayılacaq? Allah Teala deyir ki, ya eyyuhellezine amenu, ey iman gətirənlər, İzə nudiyə lissalati fi yevmil cum'a. Cümə günü namaza çağırıldıqda, necə çağırır namaza? Məsələn, namaza necə çağırırlar? Məsələn, çıxır biri deyir ki, cəmaat gəlin namaza, bu da çağırmaqdır. Yəni, Allah Rasulun vaxtında necə idi namaza çağırmaq? Yox, biz aydındır, aydındır, biz azan qəbul edirik, biz azan veririk. İqamə də veririk. Amma biz soruşuruq, ey iman gətirənlər, namaza nida olunduğu zaman, çağırıldığı zaman Allahın zikrinə tələsin, alış-verişi tərk edin. Çağıranda, necə çağıranda? Məsəl üçün, necə desin? Namaza necə desin, gəlin. Sinay cəmaat namazdır və bilsin ki, namazdır və desin ki, namaz, yoxsa nə desin? Desin, namaz vaxtıdır. Çağırmaq necədir? Allah o çağırmağı bəyan eləməyib. Nə bəyan edib biz o çağırmağı? Sünnə. Sünnə. Allahu Akbar, Allahu Akbar, Allahu Akbar, Allahu Akbar və axıra qədər. Bu namaza çağırmaq formasıdır. Amma namaza çağırmaq, qardaşlar gəl namaz qılın. Qardaş gəl namaz qılın. Ana namaz vaxtıdır. Bacı namaz var. Bunlar hamısı namaza çağırmaqdır. Lakin cümə günü necə namaza çağırılır? Peyğəmbər s.ə.v cümələr qılıb da. Xütbə verib, imam olub, Bilal onun müəzzini olub. Nətər çağırıb Peyğəmbər s.ə.v? Müəzzindən necə örgədib? Azanı. Aydındır? Bunlar hamısı, ya sən nidanı get lüğətdə tap. Nida yəni çağırmaq. Nida ay Əhməd, Mahmud, Əli, Vəli, bunlar nida adamız. Namaza nida necədir? Desən ki, ey insanlar, namaza gəlin. Bu da nidadır. Namaza nidadır. Bu sənin izahındır, düzdür? Bu sənin izahındır. Və əlimizdə Peyğəmbər sallallahu aleyhi ve sellemin izahı var. Sahabilərin izahı var. Elə belə seçim qarşısında qalırıqsa, onlarınkini götürək də. Onlar ən layiqdir götürülməyə. Sənin nisbətdə. Bir də deyirlər ki, namaz 2 rükətdir. İndi bunlar gedirlər məsəl üçün namaz qılmağa. Yaxşı, imam zöhrü qılır 4 rükət. Sən necə sığışdırırsan o 2 rükəti? Döyüş ayəsi var 2 rükət. Onu gətirib ki, namaz 2 rükətdir. O döyüşə aiddir, özdə silahla dolmalıdır. Məscidə görə hamı silahla. Allah deyir ki, bir dəstə silahını qoysun, o birisi qılsın, sonra o birisi çıxsın, o birisi girsin. Yəni, belə namaz görmüşsünüz. Bunu dəlil gətirir, deyir ki, özdə Allah deyir, yer üzərinə çıxsanız, yəni cihada, döyüşə və düşmanlardan qorxsaz, qorxmasaz namazı necə də elə qılın? Bu döyüş vaxtında olan namazdır. Aydındır? Bax, bu belə. İkinci, o 2 rükətdir. 2 rükətdir buna görə. Yaxşı, Allah Teala deyir ki, səfərdə olsaz namazı qısaldır. O 2 rükətini qısaldıb nə qədər eləyəcək? Yəni, qısaldaq da namazı, yaxşı. Səfərə gəlmişik, biz 4'ü 2 qısaldırıq, düzdür mü? Sünnə də gəlib ona görə. Bu 2'yi nətər qısaldarsan sən? Quranla izahını ver. Aydındır, bu zəlalətdir, azğınlıqdır. Allah hidayət versin. Bəli. Allah razı olsun Mansuməm. Mansuməm, aydın ki, bunların amalı insanları hədislərdən uzaqlaşdırmaqdır. Və hədisləri Quranla müqayisə eləyəndə təbii ki, aydındır ki, dini biliyi az olan insanları hədəf kütləsi kimi tutub. Deyir ki, məsələn, filan hədis kitabı neçə cilddir, filan hədis kitabı neçə cilddir, Quran isə 1 cilddir. Bunu sanki təzə İslam'a anlamaq istəyən insan elə başa düşür ki, mütləq bu hədisləri oxumalıyıq, sonra Quranı oxumalıyıq. Məgər bu belədirmi? Yox, hələ deyil təbii ki. Hələ deyil təbii ki. Onu oxuyur müəyyən qism insanlar, alimlər. Aydındır. Allah da deyib ki, get alimlərdən soruş. Aydındır. Bilirsiniz də qardaşlar, bunların bəziləri var Türkiyədə. Hədis inkarçısıdır. Qurana təfsir yazır. Təsəvvürünüzə gətirirsiniz. Yəni hədis inkarçısıdır. Qurana təfsir yazır. Yəni özündən nəsə yazılsa da təfsir. İndi Elhamdülillahi Rabbil Ələmin, həmd aləmlərin Rəbbinə məxsusdur. Sözündən nəsə izah edəcəksən.
İzah eləyəcək. Qardaş, nə edirəm sən izahı? Elə izaha ehtiyac varsa, onda İbn Abbasın izahı, İbn Məsudun izahı səndən yaxşıdır. Eləməyəcəksənsə, onda buraxırsan Quranı insanların ağıllarına. Yəni hələ bir kim necə istəyir başa düşsün. Yox, sən kim başa düşməlidir? Yəni özünə dəvət edirsən. Onda elə səndən desə elə dediyim kimi onlar daha xeyirlidir. Başa düşülmək üçün. Aydındır? Bu deyir ki, gəlin mənə qulaq asın. Bunların məqsədi odur ki, gəlin. Çünki avamları şey eləyir, dəvət eləyir. Avamlara çatdırmaq istəyir nəsə. Bilməyənlərə. O insana yalnız bilməyən tabi ola bilər. Bilən insan heç vaxt tabi olmaz. Bilən insan heç vaxt tabi olmaz ona. Heç vaxt. Mümkün deyil. Mümkün deyil. Biraz başı çıxın. Biraz başı çıxın. Təsəvvürlə gətirirsən. Bir kitabdır. Gətirib vermirsən Azərbaycan dili bilənin birinə. Məsələn, tip kitabı. Oxuya bilir az-az. Oradan nə versin oxuyacaq. Başa düşüb izah eləmək həkimlərə aiddir. Həkimlərin də hamısı yox. Hamısı hər kitabı izah eləyə bilməz. Öyle kitab var ki, ona elə həkim var ki, deyir qardaş, bu bizim bir dənə professor var, ona vermək lazımdır. Deməli, yəni izah eləmək əhlinə qayıdır da, əhli onu izah eləyir, şərh verir. Aydındır, Allahın kitabı da belədir. Biz sənin üzərində zikri nazil etdik ki, onlara nazil olanı izah eləyəsən. Aydındır? Bəli.